Salam dəyərli müəllimlər, hörmətli müdavimlər. Necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Hə müəllimlər, bugün fəsil sınağının suallarına baxacağıq. Görək başımıza nə gəlir. Getdik. Deməli müəllimlər, birinci sual belədir. Deyir ki, müəllim şagirdlərə layihə tapşırığı verir. Amma nəyi görür? Görür ki, şagirdlər o tapşırığı həyata keçirdə bilmirlər. Səbəb kimi nəyi müşahidə edir? Müşahidə edir ki, uşaqların evdə internetə çıxışı məhduddur. Yəni, qısası, ev şəraitində bu uşaqların internetdən istifadə eləməyə imkanı yoxdur. Müəllim də nəyə fikirləşir? Fikirləşir ki, belə bir haldısa, onda uşaqlar evlərində bu imkana malik deyillərsə, dərsdən sonra qalıb məktəbdə bu tapşırığı həll eləsinlər. İndi müəllimlər, bu kənardan görünəndə əslində normal bir şey kimi görsənir. Fikirlərsən ki, müəllim belə deyək də, uşaqları hər tərəfli düşünür. Amma görün situasiyanın sonunda nə deyir? Deyir ki, müəllimin fəaliyyəti ilə bağlı hansı düzgün hesab edilmir. Görürsünüz, insan nə qədər yansa da yenə də səhvdir. Yenə də burada da göründüyü kimi səhv axtarılır. Əslində var səhv. Nədir? Gəlin ona baxaq. A-da deyir ki, müəllim öyrənmə mühitini hamı üçün əlçatan etməyə çalışır. İnklüziv yanaşma nümayiş elətdirir. Bəli, bu düzgündür. Yəni, hamı üçün əlçatan eləməyə çalışır. Çünki istəyir məktəbdə də, evdə də uşaqların internetə çıxışı olsun. Allah razı olsun müəllimdən. Çox düşüncəli müəllimdir. A, düzdür. B-də deyir ki, müəllim təlim prosesinin davamlılığını təmin etmək üçün təşəbbüs göstərir. Məsuliyyətli qərar qəbul edir. Bu da düzdür. Təşəbbüs göstərir ki, uşaq evdə də layihə işini həyata keçirsin. Allah kömək olsun. Bu da düzdür. Müəllim problem həll etmə və çevik uyğunlaşma bacarıqlarını nümayiş elətdirir. Yəni, görür ki, problem var, tez onu həll etməyə çalışır. Bu da düzdür. Müəllim məktəb daxili prosedurlara əməl edir, məsuliyyətini yerinə yetirir. Müəllimlərin çoxsu bu cavabı seçib ki, bu səhvdir. Amma niyə bu səhv olsun ki? Müəllim problemi görür, yəni kimə müraciət eləməlidir? Təbii ki, məktəbin direktoruna. O da deyir ki, ay direktor, gəl belə bir təşəbbüs eləyək. Məktəbdən sonra da biz texniki şəraiti yaxşılaşdıraq, uşaqlar da burada istifadə eləsin. Y-də nədir? Müəllim mühiti texniki baxımdan zənginləşdirmək üçün müasir pedaqoji yanaşmadan istifadə edir. Dəyərli müəllimlər, burada səhv nədən ibarətdir? Baxın, layihə işi, layihə əsaslı təlim modelini keçmişikdə. Müəllim layihə əsaslı təlim modelinə başlayarkən mühüm real şəraiti nəzərə almalıdır. Uşaqların rəqəmsal savadlığını inkişaf elətdirməlidir. Yəni, çünki orada 4K bacarıqlarını inkişaf edir. Müəllim mühiti, real imkanları nəzərə alandan sonra layihə işinə başlamalıdır. Çünki layihə işinin müddəti böyükdür. 1 ildir, yarım, belə deyək də, il yarımdır. Yəni, 6 aydır, belə deyək. Bunu da həyata keçirmək üçün müəyyən vaxtdır da, 1 il az müddət deyil. Üstəlik də sonda məhsul əldə olunur. Əgər mən bu şəraiti nəzərə almıramsa, elə layihə işinə başlayıramsa, bir də görürəm ki, ay aman, uşaqların sən demə texniki çətinliyi var imiş. Təbii ki, bu müasir pedaqoji yanaşmaya düz olarmı? Olmaz. Deməli, müəllim neynəməlidir? Bunu əvvəlcədən bilməli idi. Bunun üçün müasir pedaqoji yanaşmadan istifadə edən müəllim mütəmadi şəkildə şagirdlərin rəqəmsal savadlığını inkişaf elətdirməlidir. Yəni, bunu layihə işini başlamamışdan əvvəl yox. Müasir müəllim nədir? Necə müəllimə deyilir daha doğrusu? Yəni, dərslərində mütəmadi şəkildə rəqəmsal savadlıq tətbiq eləyən, innovativ müəllim, yenilikçi müəllim. Mən əgər doğrudan da yenilikçiyəmsə, bunu niyə layihə işində bilmişəm mən? Mən bunu əvvəlcədən nəzərə almalıydım. Əvvəlcədən o uşaqların internetə çıxışını bilməliydim. Mövcud şəraiti nəzərə almalıydım. Ona görə də müəllimin burada səhvi var. Deyir ki, sən niyə bilməmsən əvvəldən ki, uşaqların evdə problemi var? Sən onu bilməliydin müəllim. Ona görə də Y variantı müəllimlər səhvdir. Baxın, sonradan qayıt düşməz. Bu qədər ürəklə izah edirəm, sonra zəhmətim boşa gedər. Olub, başıma gəlib ki, qayıt getməyib. İkinci suala baxırıq. Deyir ki bizə uyğunluğu tap. Sinifdə şagirdlərin mövzuya münasibəti və öyrənmə sürəti fərqlidir.
Təbii ki, bütün siniflərdə bu belədir. Müəllim dərsin əvvəlində qısa fəaliyyət vasitəsilə şagirdlərin hansı anlayışları daha rahat, hansıları isə daha çətin qavradığını müəyyənləşdirir. Sağ olsun o müəllim. Dərs prosesində bu müşahidələr əsasında müəyyən qərarlar verir. Verilmiş situasiya ilə müəllimin yanaşması ilə uyğunluq təşkil edən cavabı müəyyən edir. Yəni, müəllim öz uşaqlarını tanıyır. Uşaqları tanımaq üçün nə edik bir dənə? Gedək, başqa dərslərə gedək. Bəli, düz deyirsiniz. Diaqnostik qiymətləndirmə keçirdirəm. Yoxlayıram, qavramanı yoxlayıram, öyrənmə tərzini yoxlayıram. Sonra intellekt səviyyəsini yoxlayıram və s. İndi o tərəflərə getməyək. Deməli, müəllim deyir, harda düz eləyir? Bunu bizdən soruşun. Deməli, A-da deyir ki, müəllim şagirdlərin çətinlik çəkdiyi anlayışlara daha çox vaxt ayırır və izahı genişləndirir. Lakin tapşırıqların məzmunu və çətinlik səviyyəsi bütün şagirdlər üçün eyni qalır. Əgər müəllim deyək ki, bu düzgün olar müəllimlər. Baxın, heç mən bunu izah eləməmişəm. Siz bilirsiniz ki, bu A cavabı düzgün olmaz. Niyə? Çünki əvvəla müəllim, belə deyək də, bax, əvvəldə necə dedi situasiyada? Deyir ki, mövzuya münasibəti öyrənmə sürəti fərqlidir. Deməli, uşaqlar eyni deyil. Eyni deyilsə, müəllim eyni cür sinifdə davranmamalıdır. Və deyir, çətinlik səviyyəsi bütün şagirdlər üçün eyni qalır. Axı, situasiyada bizə deyir ki, fərqlidir. Fərqlidirsə, A-nı necə seçə bilərik biz? Müəllimlər, bu sual müəllimlərin oxuyub anlamasını yoxlayır. Belə suallar imtahanda gözləyin. Olacaq. Sertifikasiyada da, çünki nazirimiz də deyib ki, oxuyub anlamanın müəllimlərdə çətinliklər var və bu tip suallara üstünlük veriləcək, yoxlanılacaq. Yəni, bizdən situasiyada nə istəyirsə, cavabı da ona uyğun seçməli. A, situasiyaya uyğun cavab deyil. Çünki situasiyada fərqlilik varsa, cavabda da fərqlilik seçməliyik. Burada deyirsə, amma deyir ki, eyni qalır. Biz A-nı seçə bilmərik. Müəllim dərsin əvvəlində şagirdlərin bilik səviyyəsini yoxlayır, əldə olunan nəticələrə əsasən ümumi mənzərəni görmək və yekun qiymətləndirmək üçün istifadə edir. Situasiya bəyəm onu deyirdi. Ümumi necə baxa bilərik? Axı, uşaqlar fərqli qavrayır, fərqli münasibət göstərir. B düzgünlüyümü xeyr. Müəllim dərs boyu şagirdlərin cavablarına, səhvlərinə və irəliləyiş tempinə əsaslanaraq tapşırıqlar çətinlik dərəcəsinə dəyişir. Çətinlik dərəcəsinə dəyişir nə deməkdir? Yəni, çətinliyi olan və olmayan üçün fərqli davranır. Bəli, düz deyirsə, cavab budur. Amma gəlin deyilən Y-yə də baxaq. Çünki deyir ki, bax, görürsünüz, fərqlilik varsa, ümumiyyətlə, hər sinif fərqlidir. Hər sinifə müəllim diferensial yanaşmalıdır. Müəllim o diferensiallığı təmin etmək üçün əvvəldən sona qədər o prosesi izləyir. Fikir versiniz, C-də deyir ki, dərs boyu şagirdlərin cavablarına, səhvlərinə, irəliləyişlərinə, görürsünüz, necə hamısını bircə-bircə diqqət mərkəzində saxlayır və çətinliklərinə əsaslanaraq, yəni o fərqlilikləri nəzərə alır. Deyir, niyə səhvdir? Müəllim dərsin gedişinə müxtəlif tapşırıq formalarından istifadə edir. Dərsin sonunda da bütün şagirdlər üçün eyni eləyə bilərik. Bəs hanı mənim diferensiallığım? Hanı mənim fərqli yanaşmam? Hanı mənim individuallığım? Təbii ki, D variantı düz olmaz. Müəllim şagirdlərin fərqli öyrənmə sürətlərini nəzərə alaraq fəaliyyətləri müxtəlif formalarda təşkil edir. Bura kimi düzdür. Deyirsən ki, müəllim əgər sona qədər oxuyan müəllim deyilsə, səbirsiz müəllimsə, qaçır gedir yeni seçir. Müəllimlər səbirlə axıra kimi oxuyun. Tapşırıqların mürəkkəblik səviyyəsini əsasən dəyişməz saxlayır. Dəyişməz olan bir şey diferensiallaşdırmır müəllimlər. Biz diferensial təlimdə keçmişdik ki, dəyişməz qruplar, ümumi qiymətləndirmə rubriki. Bunlar diferensiallaşmada ən çox buraxılan səhvlərdir müəllimlər tərəfindən. Əgər mən bir şeyi dəyişmirəmsə, sabit saxlayıramsa, orada fərqlilik olar, olmaz. Mən dəyişkən qruplar yaratmalıyam, dəyişkən tapşırıqlar olmalıdır. Çətinlik dərəcəsi nəzərə alınmalıdır, eynilik olmamalıdır, ümumi yanaşma olmamalıdır. Ona görə burada Y yox, cavab C variantıdır. Üçüncü suala baxırıq. Deyir ki, yanlış olanı tap. Müəllim şagirdlərə sağlam həyat tərzi mövzusunda informativ mətn təqdim edir. Daha sonra şagirdlərdən mətndə qeyd olunan əsas risk faktorlarını müəyyənləşdirməyi, gənclər sağlam həyat tərzinə kifayət qədər əməl edirmi mövzusunda mövqe bildirən və arqumentlərlə əsaslandırılmış yazı hazırlamağı tapşırıq tələb edir.
Müəllim əvvəlcədən qiymətləndirmə meyarları kimi mövqeyin aydın ifadəsini, əsaslandırmanı və fikirlərin məntiqi ardıcıllığını şagirdlərə təqdim edir. Deməli, burada görürük ki, müəllim hər bir şeyi şagirdin diqqətinə çatdırır. Mövzunu verir, meyarları verir, məqsədini müəyyən edir. Bəs burada hansı yanlış olar? Birə baxaq. Görə hansı yanlış ola bilər? Deyək ki, müəllim şagirdlərə sağlamlıqla bağlı məsuliyyətli mövqe formalaşdırmağa yönəlmiş fəaliyyət təşkil edir. Əslində burada səhv yoxdur da. Çünki deyir ki, gənclər həyat tərzinə kifayət qədər əməl edirmi? Bunu şagirdlərin diqqətinə çatdırıb, fikrinizi əsaslandırın da bu mövzu ilə bağlı. Burada səhv yoxdur. Müəllim şagirdin mövzu üzrə şəxsi mövqeyini, arqumentlərini ifadə etmə bacarığını ölçməyi hədəfləyir. Çünki əsaslandıracaqsansa, sən arqument gətirməlisən ki, fikrini əsaslandıra biləsən də. Mən fikrimi havadan, sudan əsaslandırmıram ki, əlimdə dəlil və sübutum olmalıdır ki, mən fikrimi əsaslandırım. Məsələn, bir dənə haşiyə çıxım. Bildiyiniz kimi aprel yer dəyişməsi başlayıb. Aprel yer dəyişməsində qeydiyyatdan keçən müəllim üçün sənəd olan yerlər təklif olunub. Yəni, ay müəllim, sən yerini nə üçün dəyişirsən? Əsaslandır. Bunun üçün də əsaslandırmaq üçün onlar sözə fikir vermirlər. Sizin yüklədiyiniz sənədə baxırlar. Hansı səbəbdən sən yerini dəyişirsən? Məsafə uzaqdırmı? Ailəndə xəstə varmı? Və yaxud da öhdəliyində 14 yaşına çatmamış uşaq varmı? Və s. və ilaxırda. Yəni, o məsələlər toxunmuyor. Yəni, bir şey əsaslandırmaq lazımdırsa, əlində faktın olmalıdır. Biri var fikir, biri var fakt. Bunun fərqi nədir? Fakt sübuta yetirilmiş fikirdir. Onlar da deyir ki, müəllim də deyir ki, ay uşaqlar, buna fikrinizi əsaslandırın, yəni sübut gətirin, dəlil qoyun ortalığa. Ona görə də bu da düzdür. C-də deyir ki, oxu fəaliyyəti ilə yazı tapşırıqların əlaqələndirilməsi şagirdlərin oxuduqları məlumatları düşünərək ifadə etməsinə şərait yaradır. Müəllim görürsünüz burada deyir ki, deməli, həyat tərzi mövzusunda innovativ mətn təqdim edir və mövqe bildirən və arqumentlər əsaslandırılmış yazı hazırlamağı tələb edir. Yəni, müəllim həm şifahi nitqdən, həm də yazı nitqdən istifadə edir. Deyir ki, diferensiallığı təmin edir də, sən şifahi də bildirə bilərsən mövqeni, yazı da bildirə bilərsən. İndi baxır sənə hansı daha rahatdır. Bu da düzdür. Müəllimin əsas diqqəti şagirdlərin mətndə verilmiş məlumatları sistemli şəkildə ümumiləşdirib və təqdim etmə bacarığının yoxlanmasına yönəlmişdir. Bu düzdür müəllimlər. Burada müəllim əsas məqsədi o deyil. Sistemli şəkildə. Demir ki, sistemləşdirmənədir. Meyarlara baxırıq. Meyar bizdən nəyi tələb edir? Meyar deyir ki, arqumentlə bildir, fikrini. Baxın, görürsünüz, mövqeyini aydın ifadəsidir, əsaslandırmadır, məntiqi ardıcıllıqdır. Sistemləşdirmə sözü gördünüz qiymətləndirmə meyarında yoxdur. Yoxdursa, mən sistemli cavabın təbii ki, seçəcəm ki, o səhvdir də. Çünki müəllimin məqsədi uşaqların fikir əsaslandırma bacarığını, mövqe bildirmə bacarığını, yeri gəlsə natiqlik bacarığını, fikrin sübuta yetirilmə bacarığını yoxlamaqdır. Müəllim axı burada fikrini ümumiləşdirib təqdim etmə bacarığını yoxlamır. Əsas diqqət o deyil, yəni mətni oxuyun. Görürsə, bu da oxuyub anlama bacarığını yoxlayan bir test. Bu da cavab D var. Niyə olmaz? Müəllim dəyərlər, mövqe və əsaslandırmanı bir arada inkişaf etdirməyə yönəlmiş. Elə bayaqdan onu deyirəm. İki sözümdən biri odur ki, elə əsaslandırma. Bu da düzdür. 4-cü suala baxırıq. Məktəbdə plastik tullantıların artması müşahidə olunur və bu vəziyyət məktəb mühitinə mənfi təsir göstərir. Müəllim şagirdləri qruplara bölür və onlardan problemi araşdıraraq praktik şəkildə həll etməsini istəyir. Aşağıdakı situasiyaların hansında müəllimin istifadə etdiyi təlim modeli bu yanaşma ilə uyğunluq təşkil edir? Deməli, bizə burada nə aydın olur? Biz görürük ki, müəllim plastik tullantıların artmasından narahatdır, müşahidə edib bunu və bu plastik tullantılar artırsa, yəqin ki, məktəbin ətrafında artır, ya içərisində artır, məktəb mühitinə mənfi təsir göstərir. Deyir ki, uşaqlar, gəlin bunu praktik şəkildə nədir müəllimlər? Tez, yəni az vaxtdan istifadə edib problemi həll etmə bacarıq, əlimizdə olanlarla da belə deyim. Deyir ki, indi baxaq görə aşağıdakılardan buna hansı uyğundur? Müəllim şagirdləri real bir problemlə qarşılaşdırır. Realdır da, gözün qabağında görüb ki, plastik şüşələr, plastik qablar, plastik şüşə niyə olur ki, plastik qablar artır və onları qruplar şəklində araşdırma aparmağa yönəldir.
və praktik həll yolları hazırlamağı tapşırır. Situasiyada nə deyirsə elə bir ki, bu nəyə oxşuyur bilirsiniz müəllimlər? Sirkulyar arqumentdir də, məntiq xətası da orada düzdür, amma burada da yəni bir şey təkrarlama. Situasiya nədirsə cavab da A variantında gül kimi aydın durub orada. Niyə B, C, D, Y olmaz? Müəllim plastik tullantılarla bağlı mövzunu izah edir. Şagirdlər isə mövzu üzrə konspekt hazırlayır və suallara cavab verir. Müəllim bəyəm mövzunu izah elədi? Yox, aydın şəkildə uşaqlara bunu təqdim elədi. B olmaz, uyğun deyil. C-də deyir ki, müəllim mövzu ilə bağlı həll yollarını təqdim edir. Müəllim həll yollarını təqdim eləyir. Eləmir axı, qruplarla uşaqları bölür. Deyir ki, siz problemi həll edin praktik yolla. C də uyğun deyil. Müəllim şagirdlərə plastik tullantılarla bağlı test tapşırıqları verir. Test tapşırıqları gördünüz, mətndə xeyir yoxdur. Müəllim mövzunun mühazirə formasını izah edir. Dərsin sonunda mühazirə formasını eləmir. Dəqiq olaraq göstərir. Bu bilirsiniz bir növdə nəyə oxşuyur? Düzdür, elə böyük real qlobal problem deyil, instinkt üzərində iş. Orada da nə deyirdik? Deyirdik ki, real problem göstərilir və şagirdlərdən problem həll etmə bacarıqları formalaşdırılır. Ona görə də burada ən düzgün variant A variantıdır. 5-ci suala baxaq. Deyir ki, şagirdlər sosial mediada müəyyən bir məhsulun sağlamlığına təsiri ilə bağlı irəli sürülən iddiaları oxuyurlar. Daha doğrusu iddiaları oxuyurlar. Müəllim bu məlumat üzərində işləməyi tapşırır. Şagirdlərdən həmin iddialara münasibət bildirmələrini istəyir. Verilmiş tapşırıqla bağlı aşağıdakılardan hansı doğru deyil? Deməli, bizdə situasiyamı dərk eləyək. Şagirdlər sosial mediada müəyyən bir məhsulun sağlamlığa təsiri ilə bağlı sürülən iddiaları oxuyurlar. Yəni, hər hansı bir məhsul təqdim olunub cəmiyyətə, deyir ki, bu sağlamlığa təsir eləyə bilir. İddia irəli sürülür ki, bu sağalda bilər, yəqin ki, bu mənadadır. Müəllim də deyir ki, bu məlumat üzərində işləyək və ümumiyyətlə bu məlumata münasibət bildirək. Bununla bağlı hansı doğru deyil bu fikirlə bağlı? Baxırıq A-ya. Bu tapşırıq şagirdin oxuduğu məlumatı tənqidi şəkildə qiymətləndirmə bacarığını yoxlayır. Düzdür. Çünki şagird ona münasibət bildirəcəksə, bu məsələ müzakirəyə çıxacaqsa, şagirdin həmin məsələyə qarşı belə deyək də tənqidi də yanaşa bilər. Həmin tənqidi yanaşma əsasında münasibət bildirməsi ortaya çıxacaqdır. A düzdür. Ümumiyyətlə müzakirə varsa mənimlə tənqidi təfəkkür var. Həmişə onu sizə demişəm. Bu tapşırıq şagirdin verilmiş iddialara münasibət bildirmə və şəxsi mövqini ifadə etməyə bacarığını ölçürdür. Mən münasibət bildirəcəm. Təbii ki, mən şəxsi prizmamla baxacam da bu məsələyə. Bu da düzdür. Amma bizdən doğru olmayan deyir tap. Bu tapşırıq şagirdin məlumatların etibarlılığını və mənbənin inandırıcılığını dəyərləndirmə bacarığını ölçür. Müəllim də deyir ki, belə bir məhsul var. Görün bu nə dərəcədə inandırıcıdır. Mən də onu gedib araşdıracam. Təbii ki, C də düzdür. Bu tapşırıq şagirdin sağlamlıqla bağlı iddialar arasında məntiqi əlaqələr qurmasını ölçür. Bu da düzdür. Çünki mən o məhsulu araşdıranda bir-biri ilə aldığım məlumatların bir-birinin arasında məntiqi əlaqəni yoxlayacağam. Y-də deyir ki, bu tapşırıq şagirdin riyazi hesablamalar aparmaq və statistik nəticələr çıxarmaq bacarığını ölçür. Mən orada nəyi hesablayacağam ki, ay müəllimlər? Müəllim bir dənə məlumat veriblər, bir dənə maddə qoyublar ora, bir dənə məhsul qoyublar. Mən də gedib bunu araşdıracağam. Görün bunun tərkibində nə var? Bu nə dərəcədə insan sağlamlığına xeyirdir, ziyandır? Bu nə dərəcədə mənfəət mövqeyisi tutur? Bəlkə elə o həmin şirkət burada mənfəət qazanmaq istəyir. Bəlkə onun içərisində elə bir maddə var ki, sağlamlığa xeyir yox, əksinə ziyandır. Bunu araşdıracağam. Mən burada nə hesablama aparmayacağam, nə heç bir şey də eləməyəcəm. Deməli, Y variantı səhvdir. 6-cı sual. 6-cı sual müəllimləri çaşdırıb. Amma burada çaşmalı heç bir şey yoxdur. Gəlin baxaq. Təhsil, qanun və mədəniyyət anlayışları arasındakı əlaqəni müəyyənləşdirin, qiymətləndirin və cəmiyyətin inkişafı üçün hansının daha həlledici olduğunu əsaslandırın. Müəllimlər, bunu müəllimlərin çoxu təhlil etmə götürüblər. Deyirlər ki, özü əsaslandırırlar ki, niyə təhlil etmə? Deyirlər ki, ay müəllim, burada daha həlledici. Siz də bizə demişsiniz ki, ən, laf, daha, bu şiddətləndirici ədatlardır da, əgər düz deyirəm, bilmirəm, Azərbaycan müəllimləri səhv deyirəmsə, üzürlü bilsinlər. Mən belə yadımda qalıbdır. Deyir ki, bu varsa, deməli, təhlil etmə götürür. Müəllimlər, orada desəydi ki, əgər daha həlledici məqamı seçin, təhlili götürərdik. Amma o seçməklə orada qalmır. Nə deyir? Deyir ki, münasibət bildir. Deməli, burada 2 dənə fəaliyyət var müəllimlər. Bir dənə fəaliyyət yoxdur. Birinci fəaliyyət odur ki, təhsil, qanun, mədəniyyət anlayışları arasındakı əlaqəni qiymətləndirirəm və cəmiyyətin inkişafı üçün hansının daha həlledici olduğunu təyin edirəm.
Burada saxlasaydı cümləni, mən sizə haqq verərdim. Bu təhlil olardı. Təhlil və konseptual bilik. Yox, mənə deyir ki, bunu seç, müəyyənləşdir və sənin münasibətin olsun o məsələyə qarşı. Əgər burada mənim münasibətimsə diqqətli olmaq lazımdır da. Mənim münasibətimsə təbii ki, burada seçməklə qalmayacağam. Mən eyni zamanda buna münasibət bildirəcəm. Əgər münasibət bildirəcəmsə, təbii ki, burada konseptual və dəyərləndirmə mərhələsi olacaq. Cavab C variantıdır. 7-ci sual. Xidmət etməyəni tap deyir. Etməyəni. Tamam. Verilmiş fəaliyyətlərdən hansı şagirdlərdə müasir dövr üçün zəruri olan bacarıqları formalaşmasına xidmət etmir? A-da deyir ki, şagirdlərə problem təqdim olunur. Onlar bu vəziyyətin mümkün səbəblərini araşdırır, fərqli yanaşmaları müqayisə edir və seçdikləri yolu əsaslandırırlar. Burada müasir dövr üçün zəruri bacarıqlar var. Hansı bacarıqlar? Araşdırma bacarığı, informasiya savadlılığı. Sonra fərqli yanaşma, nümayiş etdirmə, diferensial yanaşma və əsaslandırma bacarığıdır. Uşağın seçmə bacarığı da var, münasibət bildirmə bacarığı da var, dəyərləndirmə bacarığı da var, informasiya araşdırma bacarığı da var. A çox uyğundur, yəni müasir yanaşmaya. A getdi. B-də deyir ki, şagirdlər bircə fəaliyyət prosesində fərqli baxışları nəzərə alır, ümumi məqamları müəyyən edir, ortaq qərara gəlməyə çalışırlar. Yəni şagird bircə fəaliyyət eləyir, yəni əməkdaşlıq eləyir, fərqli baxırlar məsələyə, çox gözəl, ümumi bir yerdə məqamları, məsələnin içərisində ümumi məqamlar olur, müəyyən edirlər və qərar qəbul etmək bacarığı formalaşır uşaq. Sosial bacarıq var, qərar qəbul etmə bacarığı var, bu da əla, bu da var. C-yə baxırıq. Şagirdlər müəllimin ümumiləşdirdiyi nəticələr əsasında mövzunu sistemləşdirərək məlumatları ardıcıl şəkildə təqdim edirlər. Deməli, bu şagird yönümlü iş deyil müəllimə. Fikir verirsə A-da, C-də şagirdin fəaliyyətidir. Amma A-da, B-də daha doğrusu. C isə müəllimin fəaliyyəti. Müəllim uşaqlar üçün, müəllim yönümlüdür də. Yəni, bu müasir olarmı? Təbii ki, olmaz. D-yə baxırıq. Şagirdlər müxtəlif mənbələrdən əldə olunan məlumatları müqayisə edir. Oxşar və fərqli cəhətlə yenə də şagird yönümlüdür. Şagirdin fəaliyyəti önə çıxır. Ümumi nəticə çıxartmaq, yəni ümumi qərara gəlmək mənasındadır. Qərar qəbul etmək bacarığıdır. Təbii ki, Y-də də deyir ki, şagirdlər fəaliyyətlərini təhlil edir, çətinlik yaşadıkları mərhələləri müəyyənləşdirir və növbəti fəaliyyət üçün dəyişiklik planlaşdırırlar. Deməli, şagird problemi həll edir, problem zamanı meydana çıxan nüansları müəyyənləşdirirlər və dəyişiklik eləyərək başqa qərar verirlər. Deməli, burada həm problem həll etmə bacarığı var, həm də qərar qəbul etmə bacarığı var. Əla. Deməli, uyğun olmayan hansıdır? C-dir, çünki müəllim yönümlüdür. Keçirik 18-ci suala. Daha doğrusu 8-ci suala. Bu ikinci hissəlidir deyə mən 18 kimi nəzərdə tutmuşam. Birinci hissəsi də var bunun. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Görək nədir? Refleksiya tədrisi mexaniki prosesdən çıxararaq şagirdin aktiv düşünmə və özünü qiymətləndirmə bacarığının inkişafına xidmət edir. Müəllimlər, refleksiyanı mən sizə sadə dildə başa salmışam. Deyirəm ki, refleksiya nədir? Düzdür, burada kitabda belə bir cümlə yoxdur, amma biz öz aramızda belə qərara gəlmişik ki, refleksiya eləmək, deməli, özünə hesabat verməkdir. Bu təkcə dərs, düzdür, refleksiyanı biz dərs prosesində keçirik. Amma mən həmişə sizə demişəm ki, kurikulum həyatın özüdür, müəllimlər. Ona görə yox, mən bunu tədris edirəm, xeyr. Yeri gəlsə, mənim ixtisasım tarix müəllimidir. Amma kurikulum həqiqətən də həyatın hər bir mərhələsində var. Baxın, refleksiya etmədən deyir, dərsi keçmək qidanı çeynəmədən udmağa bənzir. Niyə? Çünki biz özümüzə saatın da, dəqiqənin də, günün də, ilin də hesabatını verməklə əslində onun mahiyyətini anlayırıq. Və biz başa düşürük ki, mən harada düz eləmişəm, harada səhv eləmişəm, bunu necə aradan qaldıra bilərəm, özümə bir planlaşdırma tətbiq edirəm, hesabat verən zaman. Məsələn, tutaq ki, bir mövzu üzrə çətinliyimiz var. Başlayırıq onu oxumağa, sonra onun testini işləyirik, baxırıq nə dərəcədə mənimsəmişəm. Harada zəifəmsə təkrar oxuyuram, ona aid başqa testlər edirəm. Yəni, bir növ özümə hesabat verirəm. Özümə hesabat verirəmsə, deməli, özümə tənqidi yanaşıram, özümü qiymətləndirirəm. Bu da A variantı birinci cümlədə zaten var. Deməli, refleksiya metakognitiv düşüncəni formalaşdırır, özünə tənqidi yanaşmağı formalaşdırır, tənqidi təfəkkürü inkişaf elətdirir və bir şeyi uzun müddətli yaddaşa ötürməyə, yəni öyrəndiyin məlumatı uzun müddətli yaddaşa ötürüb mahiyyətini anlamağa kömək edir. Bir düzdür. 2-də nədir? Gündəlik planlaşdırma nə qədər detallı və əvvəlcədən tam müəyyənləşdirilmiş olarsa, dərs ərzində ona dəyişiklik edilmədən icra olması da bir o qədər effektiv planlamanın göstəricisi sayılır. Müəllimlər, biz bilirik ki, dərs prosesində müəllim düzdür, əvvəlcədən hazırlaşa bilər gündəlik planlaşdırmaya, amma elə bir problem çıxa bilər dərs müddətində və yaxud da uşaqların deyək ki, həmin mövzu üzrə
qavrama səviyyəsi aşağı ola bilər. Mən necə planlaşdırmama dəyişiklik eləməyim və yaxud da dərsin yaradıcı tətbiq etmə hissəsi dərsin vaxtına uyğun olmaz. Mən 2 dərsə keçməli olaram. Yəni problemlər çıxa bilər və yaxud da şagirdlər arasında həmin dərsi mənimsəmə, təlim nəticəsinə belə deyək də, həmin dərs müddətinə çatmaqda çətinlik çəkə bilərəm. Amma mən dəyişiklik eləməyim. Elə o dərsin üstündə ötüm keçim, digər dərsə keçəcəmsə, o uşaq inkişaf eləməyəcək və mənim təlim nəticəmə çatmayacam. Bu təlim nəticəsinə çatmayacamsa, bu mənim summativ qiymətləndirməmə də təsir edəcək və ümumi fəaliyyətimə mənfi təsir göstərəcək. Ona görə 2-ni düz götürə bilmirik. 2 səhvdir. Dərsə biz birlikdə uyğunluq deyədən doğrudan doğru, yanlışdan yanlış. Deməli, biri saxlayırıq yadımızda. 3-ə baxırıq. Dərsə cəlb olunma əsasən şagirdin dərs zamanı aktiv danışması, tez-tez suallara cavab verməsi və müzakirədə görünən iştirakı ilə müəyyən edilir. Sakit olan şagirdlər isə adətən dərsə cəlb olunmamış sayılır və yaxud da cəlb olunmuş sayılmır. Əgər uşaq çox danışırsa, bu demək deyil, o hər şeyi bilən uşaqdır. Müəllimlər, çox danışan insanlar var, özünü çox bilən kimi göstərirlər. Ha. Bu, az bilənləriz. Əslində deyilib, ağac bar verəndə başını aşağı əyir. Əslində çox bilən insanlar özünü göstərməyə, reklama ehtiyacı olmur. Düzdür, mən demirəm ki, uşaq sakit dayanmalıdır dərsdə. Xeyr, amma sakit dayanmağı onun dərsi bilməmə anlamına tam sakit dayanmır da, müəyyən, yəni özünün öhdəsinə düşən işi həll edir. Digər uşaqlar kimi özünü, belə deyək də, daha çox göstərməyə, belə deyək də, canfəşanlıq eləməyə ehtiyacı olmur. Zaten belə deyək də, o kim ki biraz az bilir, digərlərə nisbətən daha çoxu, bəzi hamıya aid deyil, bəzi insanlarda bu var. Ona görə 3 düzgün deyil. Sakit durmaq hələ heç nəyə bilməmək anlamına gəlmir. Bu səhv fikirdir. 4-cü suala baxırıq. Dərsin məqsədi şagirdin dərs sonunda hansı bilik və bacarıq münasibətləri əldə etməli olduğunu aydın şəkildə müəyyənləşdirir, təlim fəaliyyətlərini istiqamətləndirir və həm tədrisin məzmunun, həm də qiymətləndirmə məqsədə uyğun qurulmasına şərait yaradır, əsas yaradır. Bu da düzgün fikirdir. Çünki şagirdə dərsin məqsədi əvvəlcədən elan olunur, qiymətləndirmə meyilləri əvvəlcədən elan olunur, şagird də işini bilir, müəllim də işini bilir, qısa şəkildə dedim. Deməli, burada düzgün cavab 1-3 cavab Y variantıdır. 9-cu suala baxaq. Yanlışa yol verildiyi situasiyanı müəyyən eləyək. Müəllim xüsusi ehtiyacı olan şagird üçün tapşırıqları uyğunlaşdırır və dərs icra üçün əlavə vaxt tanıyır. Sinifdə bu fərqlənmənin səbəbini izah edərək hamının prosesdə iştirakını təşkil edir. İlk baxışdan sizə yanlış kimi görsənə bilər. Fikirləşərsiniz ki, inklüzivdir bu uşaq və müəllim niyə o uşaqlarla digər uşaqlara nisbətən daha çox vaxt ayırır, həssas yanaşır. Əslində bu həssas yanaşma deyil. Müəllimlər, indi nəzərə alaq ki, inklüziv sinifdə və qavrama çətinliyi olan uşaqlar var da. Mən, məsələn, bir tapşırığı verərkən mütləq şəkildə bunu nəzərə almışam. Amma görürəm ki, dərs müddətində o problemlə üzləşirəmsə, elə ki, o uşağa daha çox vaxt tanıyıram və bunu bütün sinifə, belə deyək də, kobud şəkildə yox, çatdırıram ki, həm uşaqlar arasında narazılıq olmasın, həm də digər həmin o uşaq da dərsə qoşulsun. Yəni, hamının təşviq edirəm ki, bərabər imkanlar yaradıram da. Burada problem yoxdur. Düzgün fikirdir. Müəllim müzakirə zamanı fərqli fikirlərin səslənməsinə şərait yaradır, diferensial təlim yanaşır da. Şagirdlərin cavablarını əsaslandırmağa yönəldir. Müzakirə mövzusundan kənara çıxmaması üçün əsas məqamları müəyyənləşdirir. Yəni, kənar digər dərslərə toxunmayaq, digər məsələlər toxunmayaq deyə fikirləri ümumiləşdirir. Bu da düzgündür. Müəllim real həyatla bağlı problemi təqdim edir. Şagirdləri qrup şəklində həll yolları hazırlayıb müqayisə etməsini təmin edir. Bu da problem həll etmə bacarığıdır və sosial bacarıqları inkişaf elətdirir, müqayisə bacarığını formalaşdırır. Əla, burada yanlış yoxdur. Müəllim mövzunu müxtəlif fənlər əsasında araşdırmağı təşkil edir, müstəqil öyrənmə bacarığı. Şagirdləri isə nəzəri və real həyatla bağlı tərəfləri birləşdirərək nəticələr çıxartmağa yönəldir. Bu da gözəl. Həm nəzəri hissəsini inkişaf elətdirir, həm də praktik hissəsini inkişaf elətdirir. İndi nə varsa deyəsən bu problem yerdə var. Gəlin baxaq. Müəllim dərsdə rəqəmsal alətdən istifadə edərək şagirdlərin fəallığını artırır. Fəaliyyətin sonunda isə əldə olan nəticələrə ümumi şəkildə baxır. Daha sonra dərsi planlaşdırılmış gedişata uyğun davam elətdirir. Müəllimlər, əgər uşağın mənim fəallığını artırmaq istəyirəmsə, bu yolda mənim problemlərim olacaq. Çünki fəallığını artırmaq istəyəndə uşağın geriliyini də görəcəm mən. Fəallıq artırmaq nə deməkdir? İnkişaf elətdirmək. İnkişaf etdə çətinlik ortaya çıxacaqdır. Mən biləcəm ki, bu uşaq burada zəifdir, burada zəifdir. Bunları aradan qaldıracam ki, uşaq fəallaşsın. Mən necə ümumi baxa bilərəm?
Hər bir uşağa fərdi şəkildə yanaşmalıyam ki, onun çətinlik çəkdiyi məqamları müəyyənləşdirim ki, sabah onlarda büdrəməsin ki, onların fəallığı təmin olunsun. Burada bir səhv, ümumi şəkildə baxmaq ümumiyyətlə insanın inkişafı aparmır. İkinci səhv bilirsiniz nədir? Deyir ki, planlaşdırılmış gedişata uyğun davam. Yəni planlaşdırılmasına dəyişiklik eləmir. Mən planlaşdırmanı dəyişiklik necə eləyə bilmirəm? Axı o müddətdə gördüm, axı çətinlik var. Mən o çətinliyi aradan qaldırmaq üçün planlaşdırmamda dəyişiklik eləməliyəm də. Həmin mövzunu təkrar saxlaya bilərəm və yaxud da başqa yanaşmalardan istifadə edə bilərəm. Mən ümumi şəkildə gedim, planlaşdırmamı dəyişiklik eləməyim. Amma gözləyim ki, uşaqların fəallığı artsın. Bu mümkün olan bir şeydir, xeyr. Mən planlaşdırmamı dəyişdirməliyəm, uşaqlara fərqli də yanaşmalıyam, fərqli üslublardan istifadə etməliyəm. Yəni mən fəallıq üçün hər bir şeyə əl atmalıyam da. Ümumi şəkildə eləmək, yəni yola vermək deməkdir qısası. Gələk baxaq axırıncı suala. Aşağıdakı situasiyalar hansında özünün monitorinq bacarığı zəif olan şagird təsvir olunmuşdur? Baxaq. Monitorinq nədir müəllimlər? Bilirsiniz ki, bu metakognitiv bacarıqlar üç hissəyə bölünür. Biz bunu keçmişik. Monitorinq özünü tənzimləmə və qiymətləndirmə. Birinci müşahidə edirsən. Sən özündə müşahidə edə bilərsən. Yoldaşından da rəy ala bilərsən. Deyir, bir dənə öz və başqasının gözündə bax, misalıdır da bu. Yəni, mən yoldaşıma deyə bilərəm ki, məni yoxla gör bu dərslə bağlı. Sual-cavab elə. O da səni yoxlayacaq, deyəcək, burada məsələn çətinliyim var. Bu müşahidədir. İndi deyir ki, burada zəif cəhət hansıdır? A-da deyir ki, dərs zamanı müəllim şagirdin cavabını mövzudan kənara çıxdığını qeyd edir. Şagird bir anlıq dayanır, dediklərini yenidən nəzərdən keçirir və cavabını deməli mövzuya uyğun şəkildə düzəldir. Bu monitorinq eləyir, görür ki, nəsə düz getmir də, bu düzəldir, bu düzdür, burada səhv yoxdur. Burada isə zəif olan məqam. Şagird yazı tapşırığını yerinə yetirərkən vaxtın az qaldığını görür, planını dəyişir və əsas hissələri yazmağa üstünlük verir, xırda detalları isə buraxır. Yenə də özünə baxır ki, az vaxtım var, tez hərəkət eləməliyəm. Bu imtahanda da vaxtda baxırsan ki, ay Allah, vaxt az qalıb. Oturursan çətin sualların üstündə. Ay, bura burax da, burax asanları yaz, bal gəlsin sənə. Nə 5 saat oturmursan çətin sualın üstündə. Bacarmırsansa, onun öhdəsindən gələ bilmirsənsə, onu boş ver, keç digər suallara da. Yəni bir sualın içində düşünmə o qədər. Uşaq da baxır ki, bunun öhdəsindən gəlməyəcək, tez vaxtdan səmərəli istifadə edir, müşahidə edir özünü. B düzdür. Müəllim şagirdə səsinin çox yüksək olduğunu bildirir, şagird danışıq tərzini sinif mühitinə uyğunlaşdırır. Yəni, burada başa düşür ki, düzgün eləməyib, müşahidə edir ki, doğrudan mənim səsim bərk çıxır. Kaş bütün uşaqlar bunu düşünəydi, amma bu təbii ki, hər uşaqda olmur. Bu da düzdür. Şagird qrup işi zamanı eyni səhvi bir neçə dəfə təkrar edir. Kör tutduğunu buraxmayan kimi fikir verirsiniz. Yoldaşları onu xəbərdar etsə də, bax deyir ya, özünün monitoringdə yoldaş rəyi var. Xəbərdar etsə də, deməli, davranışının başqalarının necə təsir etdiyini dərk eləmir, hər şeyin qaydada olduğunu düşünərək davam edir. Görürsünüz, heç bir şeyi nəzərə almır. Əslində, neynəməlidir? Yoldaşını, bax, biz demişdik ki, o özünün monitoringdə yoldaşından da rəy almaq bacarığı olmalıdır uşaq. Deməli, burada nə öz səhvini başa düşmür, nə də yoldaşları da deyəndə onu nəzərə almır. Deməli, səhv variantımız hansıdır? Cavab D variantıdır. 7 də deyir ki, şagird təqdimat zamanı həyəcanlandığını hiss edir, dərin nəfəs alır, çıxışını daha sakit tempdə davam edir. Deməli, özünə nəzarət edir ki, burada artıq çox həyəcanlansam, bu işi başa çatdıra bilməyəcəm. Dərindən nəfəs alır, özünü toparlayır və davam edir. Burada da Y variantı düzdür. Deməli, səhv olan hansıdır? D variantıdır. Təşəkkür edirəm ki, səbr edib axıra kimi dinlədiniz, minnətdaram. Linki də açıqlama hissəsini yerləşdirəcəm. Testi eləyin, ondan sonra izahı qulaq asarsınız. Çox sağ olun.